Hörmətli dinləyicilər, sizinlə həmsöhbət Kəlbəcər rayon Günəşli kənd sakini Qismət Çərkəzov Səfəroğludur. Çox hörmətli xalqımız, çox hörmətli elimiz, obamız, millətimiz, çox hörmətli müsəlman qardaşlarımız, hər birinizi oruçluq bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı, xoş günlər arzulayıram. Əzizlərim, mənim yaşımdan bəri olan, daha doğrusu 40-50 il bundan əvvəl olan bir söhbəti sizə söyləmək istəyirəm. Allah ölənlərimizin hər birinə rəhmət eləsin. Mənim rəhmətli Çərkəz babam, onda mən 7-ci, 8-ci sinifdə oxuyurdum. O bizə söhbət eləyirdi, maraqlı söhbətlər eləyirdi. O dedi ki, balam, elm artdıqca insanlar vəhşiləşəcəkdir. O vaxtki dövr başqa dövrdür. O vaxtı böyüklərin dediyi bizim üçün qanunudur. Mən babama nə deyə bilərdim? Ancaq ürəyimdə fikirləşirdim ki, görəsən elm artdıqca insan necə olur ki, vəhşiləşəcəkdir. Əzizlərim, bu sual həmişə məni düşündürürdü. Gör, bunun üstündən neçə illər ötüb. İndi mənim babamın dediyi o sözlər gəlib öz yerini alıb. Doğrudan da elm artdıqca insanlar vəhşiləşirmiş. Görün, nələr olur dünyada. Bütün dünya qarışıbdır. İnsanlar, evlər, körpələr, uşaqlar öldürülür, evlər dağılır. Nələr olur, nələr olmur. Əzizlərim, saxtalaşan insanların sayı artır. İnsanlar azğınlaşır. Sanki bizi qiyamətə bir daha yaxınlaşdırır. Əzizlərim, yaxşıları Allahımız qorusun, onların sayını artırsın. Dünya çox qarışıb. Bəlkə bu qarışıq dünyadan bu millət bir tərəfə çıxa. Allahımız özü insanların ürəyində, qəlbində mərhəmət hissi oyasın. Onları öz yoluna qaytarsın inşallah. Əzizlərim, Allahımız Quran-ı Kərimdə bizə insanlar üçün yaxşı nə varsa hamısını göstəribdir. Rəbbimizin göndərdiyi bu kitabı oxuya bildiyim üçün həmd olsun Rəbbimizə deyirəm və ona öz şükranlığımı bildirirəm. Və bu gözəl kitabı oxuduğum üçün göydə Allahımıza, yerdə onun səbəbkarı olan bəxtiyarlı günlərimə, bəxtiyarıma təşəkkür edirəm. Ona uzun ömür, can sağlığı, ailəsi ilə birlikdə xoş günlər arzulayıram. Allahdan arzu eləyirəm, Allahımız ona uzun ömür, can sağlığı, yenə deyirəm, xoş günlər qismət eləsin, inşallah. Əzizlərim, bu gözəl oruçluq bayramında sizin razılığınızla bizim bu gözəl kitabımızda olan Hüməzə surəsini oxumaq istəyirəm və onun tərcüməsini də söyləmək istəyirəm, inşallah. Hüməzə surəsi 9 ayədən ibarətdir. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Veylul likulli hüməzətil lüməzəh. Vay halına hər hüməzə və lüməzənin. Əzizlərim, hüməzə dalda qeybət edənlərə, lüməzə isə üzdə tənə vuranlara deyilir. Əlləzi cəmə'a mələ və addədəh. Öyləsi mal yığar və onu sayar da durar. Yəhsəbu ənnə mə'ləhu əxlədə. Yığdığı malın onu əbədi yaşadacağını sanır.
Kalla leyumbezenne fil hutame. Hayır, vazgeçsin bu hülyadan. Yığdığı mal kendisini kurtaramaz. Mutlaka o hütameye fırladılır. Yani atılır. وَمَا اَدْرَاكَ مَا الْحُطَامَةِ. Bilir misin hutame nedir? Nərullahil muqadə. Əzizlərim, Türk qardaşlarımız deyir, Allahın tutuşturulmuş bir ateşidir. Əlləti təqqali'u aləl əfidə. Bir ateş ki, ta qalblərə qədər işləyib yaxar. İnnəhə aleyhim musadə. Bu ateş mahzəninin qapıları üzlərinə qapadılacaqdır. Fi amədim muməddədə. Özləri də uzun sütunlara bağlı buraxılacaqdır. Əzizlərim, Allahımız hüməzə və lüməzələrdən bizi qorusun. İnşaallah. Elhamdülillahi vel arzu kelkurati. Yəqin etmən insan onu fırladır. Gecə gündüz dayanmadan fırlanır. Həm fırlanır, həm də bizi fırladır. Gəlin bu birinci sətrə bir balaca aydınlıq gətirək. Elhamdülillahi, həmd olsun Allaha. Vəl ərzu, dünya deməkdir. Kəl kurati, əzizlərim, kə kimi deməkdir? Ərəblər huruful cər deyirlər, cər hərfləri. Ərəb dilində 20 ədəddir cər hərfləri. Onlardan 8-i ən çox işlənənlərdir ki, onlardan da biri kədir. Kə, yəni kimi demək mənasındadır. Elhamdülillahi, həmd olsun Allaha, vəl ərzu kəlkuratı, dünya top kimidir. Yolumuz bir, yol getməyə naşıyıq. Yol azmasaq, bu dünyanın başıyıq. Dünya sapant, biz də onun daşıyıq. Həm fırlanır, həm də bizi fırladır. Dünya sapant, biz də onun daşıyıq. Həm fırlanır, həm də bizi fırladır. İnsan oğlu keyf mi çəkir dünyada? Elm artdıqca azğınlaşır dünyada. Şeytanlaşır, ara qatır dünyada. Özü odda, həm də bizi fırladır. Şeytanlaşır, ara qatır dünyada. Özü odda, həm də bizi fırladır. Hüməzələr, lüməzələr gəncləşir. Qismət həm qocalır, həm də dərd çəkir. Yurt həsrətdə, xəyalımdan nə keçir? İnanmıram, kimsə bizi fırladır. Yurt həsrətdə, xəyalımdan nə keçir? İnanmıram, kimsə bizi fırladır. İnanmıram, kimsə bizi fırladır.
bir tane həmərsünlər. Bu da evin içindən bitir hamısı. İsmətən bax, buraları bitir hamısı. Hamısını bitir. Bu deyəsən ev ağacıdır. Bu da həyətdə, qapıda, düz qapıda bitən həmərsünlərdir. Səhər yaxşıdır, çəkmək, indi gün qoymur. Bu da bizim ağacı. Həmərsünlər. Kimdən danışırsan? Heç nə video çəkirəm. Ha, video. Bu da ağacı. Bu da İsmətən yatacaq. Deyilən ki, arvasız hep belə olur. Deyilən. Deyilən. Arvasız hep belə olur. Tərlədim yenə. Bu da bizim Tamam, bunu da çək. İsmətəmin düzəltdiyi peyz. Bunu da çək. Bunu da çək. Buna ziyasına gəl. Bu da ət qoymuş qaynamağa, soğan qalıb aşağıda. Bu da İsmətəmin hot bıçağını. Soralı yok ya. Bozulur. Bəlkə çadırı çəkərik bura. Ha, tezgah orada da tutup olmuyor da. Su yoxdur. Bölgədə sərindir. Ayda nə qəşəng külə yağsın. Soralı bizi. Bu da su, bax, suyu doldurmuşuq tərliyi. Hələlik. Bu qədər. Uşağa qarqışanı elər, şapalağı ata vurar. Amma nə ananın qarqışı tutar, nə atanın şapalağı incidər. Görsələr acizsən, görsələr lalsan, dostlar da vecini çalmaz səni. Birinci şilləni atadan alsan, sonraki şillələr ağrıtmaz səni. İnsanın evinə xeyir, bərəkət, zəhmətdən, səbirdən, dözümdən gələr. Atamın, anamın həqqini itirsəm, onların zəhməti gözümdən gələr. Ay evladlar, ayıq salmaq istəyirəm sizə. Gizlətməyin atanızdan, ananızdan sevginizi. Olursunuz da duman olun, sis olmayın. Nə də xəsis olsaz da, ataza, anaza məhəbbətdə xəsis olmayın. Onları bağrıza basıb çox sevin. Tamam ata-analar sağ olun. Əzizlərim, sözlər şair Salmandandır. Yazır ki, ağamdan bu gecə mənə bir elçi gəldi. Apardılar məni Minanı gəzdim. Əzzim Minanı gəzdim, dildə Minanı gəzdim.
Məzlum Leyli gəzəndə mən də minanı gəzdim. Ziyarət eylədim dostlar Kəbəni. Bugün baxdım Ərəfatdan minaya gözəl duvara. Gözəldir, həm də minayəsi. Zəmzəmdən nuş etdim Kevsər mayəsi, əzziyəm min ayəsi, Qur'anın min ayəsi. Mim, nun, şim mənim olsun, lazım deyir min ayəsi. Allahın sinəmdə dostlar min ayəsi var, daim əzbərimdir. Min ayə gözəl sözün təxərrüsün deyək qonaqlarımızın cəmisinin sağlığına. Qalsaydı gedənməzdi minaya. Salman qurban minaya, qurban gərək minaya. İbrahim da İsmail'i a dostlar aparmışdı minaya. Həcərin göz yaşı leysan olanda qurban göndərdilər minaya gözəl. Hamzun sağ olun.